Gələn ay birinci kursa başlayırsansa bunları bilməlisən. Birinci kursda birinə nə qədər güvənsən də ona sir vermə, nə də heç kəsin dalıyca danışma. Çünki heç gözləmədiyin insanlar bir-birinin tanışı çıxır. Sən buradan kiməsə sir verirsən, kiməsə haqqında danışırsan, həmin şəxs onun ya sinif yoldaşı çıxır, ya hazırlıq yoldaşı çıxır, ya uşaqlıq dostu çıxır. O söhbət necəsə həmin insanın qulağına gedib çatacaq. İkincisi, müəllimlərin necə dərs soruşduğunu bilmək üçün mütləq yuxarı kurslardan yardım istəyin. Zaten universitetə az qalmış söhbət qrupları yaradılır WhatsApp və birinci kurslarla yanaşı orada yuxarı kurslar da olur. Bir neçə nəfər hansı müəllimin necə dərs soruşduğu və hansı məqamlara diqqət elədiyini söyləyirlər. Üçüncüsü və ən önəmlisi, qətiyyən birinci kursda qrup yoldaşından sevgili olma. Qətiyyən. Baxın, tamam, birinci kursa sevgili olub 4 il bir yerdə olub evlənənlər də var, amma bu hər kəsə aid deyil. Mənim başıma gəlməyib çox şükür, amma mənim ətrafımdan eşitdiyim elə şeylər var ki, yəni təsəvvür elə, birinci kursa sevgili olurlar, bir neçə aya ayrılırlar və 4 il bir-birlərinin üzlərinə baxırlar. Hər dərsdə o var, hara getsən o çıxır, yəni çox narahat bir situasiyadır. Ona görə heç olmasa 1 il gözlə, ikinci kursda artıq baxarsan. Danışmağımı istədiyiniz mövzu varsa rəylərə yaza bilərsiniz. İzlədiyiniz üçün təşəkkürlər.